təbiəti bir seyrə çıxmış olsan, əslində kainatın hər bir parçası Allahın qüdrətindən danışır. Sədi Şirazinin Gülistan əsərində belə bir beyti var. Hər qiyahi ki əzzəmin rüyəd, vəhdəhu la şərikə ləhvuyəd. Hər bitki ki yerdən çıxır, yerdən çıxanda o Allahdan başqa həqiqi məbudun olmamasına şəhadət verir. Yerdən hər nə ki çıxır, çıxanda ilk olaraq iki qulaq yarpaq çıxır da. Həmin o lə işarəsinin rəmzi mənasıdır. La ilahə illallah, vəhdəhu la şərikə ləh. Yəni yerdən çıxan bitki Allahın həqiqi məbud olduğunu, ondan başqa bir həqiqi ibadətə layiq olmayan bir varlığı təsdiq edərək yerdən çıxır. Şair vəsf edir ki, hər qiyahi ki əzdəmin rüyət, hər bitki ki yerdən çıxır, yerdən elə çıxanda Allahdan başqa həqiqi məbudun olmadığını təsdiq edir. Və doğrudan da kainatın hər bir parçası Allahın qüdrətindən bizə danışır. Düşünən qəlb bu aləmdə əslində Yaradanın əsərini oxuyur. Əgər təbiətə baxıb sən ibrət alırsansa, sanki Allahın əsərini oxuyub nəticə çıxarırsan və ona dönüş qayıdış edirsən.